Sağ ol. Yani reception Bir dənə fırlanma səhnəsi. Ne qəşəng oldu bura. Hə? Ne qəşəng oldu. Videoda çox qəşəng görünür. Gəlir abi. Daha və təlimli olanlar var. Əyləndiğim hissə var idi. Üst-üstə gedirdilər ya. Ya ondan o da var idi. Orada da qədər gülürdük arkada. Bir de şey var. Bir şey zaten biz sənnətə yatmamışıq. Onsuz səhər açılıbdı falan. Gecdir də artıq yəni. Bu şu mən əylənməyə keçdim, tamam mı? İşte qanı zadı mən çəkirdim də, gətirdim, vururdum falan. Bir dənə sprey var idi, pıs 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 eləyirdin. İlkin belə dəyətdə, abi vur belə, zad eləyir, pıs pıs pıs. Dedim, yox bir dənə sıxım, pıs 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 falan. Orada Orada bir nöqtədə mən qopmuşdum şey mənasında. Quruluşu falan verdim, gəldim, qan vurulmalıdır, o səhnə çəkilməlidir, stop verilməlidir, təzədən gəlib növbətin quruluşunu verməliyəm. Bu şey o qədər təkrar elədi ki, dalbadal. Bir yerdən sonra mən qopdum. Həqiqətən yəni bu dəqiqədə vizual olaraq xatırlamıram orada nə baş verdiyini, sırf o nöqtədə. Amma bir şey xatırlayıram. Fəridə dedim, hazırsan? Dedi, hazıram. 3, 2, 1, motor, rek dedim. Sən üstümə fış 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 bir şeylər vurdun. Onu xatırlayıram. Bir an öyle bu vurduğun şeyler buradan axdı və ağzıma zada gəldi, girdi. Onda ayıldım. Dedim bir dəqiqə, bu səhnədə bu qədər qan olmadı. Burada nəsə bir şey var. Sonra gördüm ki, sən qıraqda qarnını tutmusan, gülürsən. Yox, zaten mən onu da şokuna düşməliyim. Bir dənə hal, bir pıs. Bir pıs. Yəni pəncərə silmə orada. Sus ya. Qıraqdan o birbaşa gülləliyir, tap-tap, bunda da püskürə püskürə durur. Səs var mı? Var. Var. 3, 2, 1, motor. Skyfall! Skyfall! Var. Özdə nə təri var. Sənin üzvə qan gəldi, heç görünmədi buradan. Çox az gəlib amma. İdeal miqdar. Aşağı. Mən o səndən silah tərəfə gedən bir səhnə var idi. Dedi ki, vardı mənlə gedəcək. İndi bu da o döngü nöqtəsində kino, tamam mı? Bu kadr olmalıdır. Baxıram, sığmır Vaqiflər. İkimiz sığmırsız da ekrana. Dedim mən, eləyəcəm, elə olar. Elə buradan. Amma o işləndə o səhnə var filmdə. Və çox da qəşəng. Mən eləmək lazım. Maşının kapotunda üstündə belə yatmağım var idi. O çox belə əyləncəli bir şey. Filmdə heç görünməyən, amma çox önəmli bir səhnədir. O var özdə. Səhnə arxasında var. Var. Mən kameramı posta stabil tutacağım. Bəli. Kapıda var. Belə şey yoxdur. Eli də yəni ki, yıxılsam normal düşdə yerə baxışda düşəsən. Allah kömək olsun. Niyə yıxırsınız kimi? Qarxasız deyirəm. Biraz bunun üstünə su mu çiləcək? Həm nöqsəsi effektiv. Var. Var. Üstü dəmirə əzilirmi acaba? Kadr yaxşıdırmı? Və həqiqətən belə Kadr yaxşıdırmı çox sonradan düşündüyüm bir şeydir. Etiraf elə. Birinci dəmir əzilirmi daha düzgün. bir dənə pozisyon var idi. Belə aşağı belə yatmışdım falan. Prosta bir dənə əlimi belə tutmaq üçün də. Heç bir nə kadrı görmürəm, heç bir şey görmürəm və maşın hərəkət eləyir. Bilmirəm hara gedirik. Belə maşın dönmələr zad eləyir zad. Heç şey tuta bilmirəm. Hə. Onda özdə, bax sən oturdun kaputun üstündə belə getdin. O tərəfdən fırlandın, gəldin. Biz də şəhərlərə deyək, baxırıq da belə. Dedim, gəlirlər də, qayıdırlar uşaq. Bir dənə də kuruq götürürlər. Orxan da belə. O ikinci də sırf Orxana əziyyət vermək üçün götürdünüzmü? Yoxsa getdi başım bir dənə də o tərəfə. Səs də çıxaranmış, kameraya düşür. O Olimpiya kompleksindən gəlib mərkəzdəki şey var, kuruq var. Kuruq, Mən oradan döndüyümüzü bilmişəm. Sən demə oradan dönməmişik. Gedib abi. Getmişdim. Oradan da fırlanır. Biraz getmiş. Sonra gəlib buradakı parkingdən də fırlanır falan. Mən elə bilmişəm 2 dəfə gəlib oranı fırlanmışıq. Sən bəs orada mənim çəkdiyim əziyyətin fərqində idin.
Necə ki? Şolan bu Mən bir ciddi rol aparmalıyam. Qabağımdan kimsə belə durur şəhət. Hamı səni çöldən başımı aşağıda görür. Mən başqa şeylər görürəm. Və eyni zamanda görmürmüş kimi davranmalıyım. Yəni içəridə 3 dənə seriozlu qaqaş olur. Hard press-də bu var. Həqiqətən o şofer tərəfdən görünən mənzərəni heç cürə izah edə bilmərəm yəni. Kaş içəridə bir kamera var. Kaş orada olardı ya da registrator orada qoşulu olsaydı məsələn. Sonra baxıb görə bilərdim. Nə qədər yıxıldım. Son Nə səhnədə. qədər yıxıldım. O Öldüyün səhnə. atışma səhnəsi Ha, var. açma səhnəsi. Əllərim bağlıdır. Yəni bir də bu dərk eləməyə çalışırdım ki, nətər olur da qardaş. Nətər? Bu ayaqlarımla dəxli var. Hayda. Şu gəndə hər yer gömgöydü. Adamlar orada. Qan dökür, qan çəkir, kino çəkir. Sən oxuyan burada set arxasında gəlib bizim işimizi korlayan adamların mən sayın gördük. Sonrasında kimsə səhər düşəcək birazdan ki. Mən 15 istəyirəm. Eyni emosiyaları falan sadəcə fərqli bir rakursdan verilmək. Başım qaynayırdı məzar hastası. Eyni səhnə fərqli rakursdan çəkəndə. Nə çətin oldu sən məsələn? Orasını xatırlamıram. O şey var, eyni emosiyalarla tək oynamağın Ay sağ ol. şeyi çətindir. Məsələn, çətin bir səhnədə Bir dənə orası yadımda. durursan məsələn bir emosiya ilə oynayırsan, sonra deyib bir də elə. Gəl indi elə. Əlində elə. Xəlil. Sənin o səhnən qaldı qardaş. Hə o. Ha, onu seçmiyor. Çünki hava işıqlıdır. Bu gün qısa filmimiz mi deyək, serialımız mı deyək? Serial kimi başlayıb qısa film kimi bitən Yox Birin birinci bölümü. Chicago'da bir gecə filmimizin son səhnəsini çəkdik. Final səhnəsini çəkdik. Final vəziyyətimiz bu vəziyyətdədir. Ölürük yorğunluqdan. Ölürük yorğunluqdan. 2 gündə səhərə qədər çəkiliş edirik. Bu prosesdə başından sonuna əziyyət çəkən hər kəsə təşəkkürlərimi bildirirəm. Özümüzdə istəyirəm bir alqışlayaq. Zaten kafa. Kof ismi yerik. Elə mi? Bəli. Bəli, bir kofe içə, ayla. Adama bir dənə Amerikanlı amma qansız. Qansız.